Azay müəllim, Avropada, Kopenhagendə nələr danışıldı? Birincisi, niyə yığışmışdılar? Ənənəvi yığışılır. Amma bir çox hallarda bu Avropa liderləri yığışanda heç də bir vahid qərara gələ bilmirlər. Bu dəfə nələri gözləyək, nələr olacaq, nələr oldu, dəyişikliklər gözləyəkmi və Azərbaycan burada hansı portfellə getmişdi və yaxud da Azərbaycanın portfelinə hansı təkliflər verildi? Buyurun. Təşəkkür edirəm. Hörmətli Elçin müəllim, mən sizi və tamaşaçılarımızı, o cümlədən bizim hörmətli həmkarlarımızı salamlayıram. Bizə belə ki, çox önəmli bir məsələnin müzakirəsində toplaşmışıq və dəvətə görə də sizə minnətdarlığımı bildirirəm. Sual çox maraqlı sualdır, hər tərəfli analiz tələb edən sualdır və çox məntiqi sual qoyursunuz ki, niyə məhz indi bu vaxtı bu qədər deməli, diqqəti cəlb edir Avropada. Avropa siyasi birliyinin toplantısı, baxmayaraq ki, indiyə qədər 6 zirvə toplantısı keçirilmişdi. Bu 7-ci toplantıya maraq nədən qaynaqlanır? Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, artıq Avropa real olaraq Rusiyada gələn təhlükəni hiss elədi. İndiyə qədər əgər fikir mübadiləsi aparılırdısa, müəyyən məsələ ətrafında diskusiya gedirdisə, indi artıq Avropa çıxışlarda da biz onu gördük ki, belə bir möhkəm və dəqiq bir rəyə gəlib ki, artıq bəyanatlardan konkret addımlara keçmək lazımdır. Və bugün Avropanın təhlükəsizliyinin təmin olunmasında təbii ki, bütün deməli, ölkələr, hətta siz qeyd etdiniz ki, təkcə Avropa Birliyinə üzv olan ölkələr yox, ümumiyyətlə Avropada yaşayan qitənin bütün üzvləri, qitənin bütün ölkələri təbii ki, bir araya gəlməli. Söhbət Avropanın, vahid Avropanın təhlükəsizliyində gedir. Bunu da təhqiqləyən, bunu da belə deyək, daha çox aktuallaşır, bir neçə məqamları istədim diqqətinizi çatdırım. Birinci budur ki, bilirsiniz ki, son günlər Rusiyanın Avropa İttifaqı ölkələrin hava məkanını çoxlu şəkildə pozması, dronların həm Danimarkaya, həm Polşaya, həm Baltik ölkələrə göndərilməsi artıq məsələnin nə qədər ciddi olduğunu göstərir. Düzdür, Rusiya bundan bəlkə də məqsədi bu deməli təxribat törətməklə o məqsədi qarşısına qoymuşdu ki, NATO ölkələrini həm də Avropa İttifaqı ölkələrini müəyyən mənada qorxutsun, çəkindirsin və onlar bir növ test eləsin. Ancaq dünənki sabit göstərdi ki, bu əksinə işlədi və artıq Avropa real olaraq dediyim kimi təhlükəni hiss edir və bu istiqamətdə də tam şəkildə səfərbər olmaq niyyətindədir. İkinci mühüm məqam, biz onu xüsusilə qeyd etməliyik ki, məhz bu sabit Amerikada baş verən son dəyişikliklər fonunda həyata keçirilir. Bilirsiniz ki, bir neçə həftə bundan öncə Amerikada deməli, Müdafiə Nazirliyinin adı dəyişdirildi, Müdafiə Departamentinin adı dəyişdirildi və Müharibə Departamenti, yəni bizim anlayışımızda Müharibə Nazirliyi adı verildi və təxminən 2-3 gün bundan öncə də Amerikan prezidenti Trump deməli, ABŞ-ın yüksək Çinli zabitlərini dünyanın hər yerindən topladı. Generalları, admiralları və əgər siz baxdınızsa, çıxışda ABŞ-ın müharibə naziri açıq şəkildə qeyd etdi ki, biz müharibəyə hazırlaşmalıyıq. Bunu Trump dedi. Və belə bir fikir ümumiyyətlə hakim oldu ki, biz elə bir güclü Amerika qurmalıyıq ki, Amerikanın hərbi gücü elə bir səviyyədə olmalıdır ki, onun düşmənləri Amerikaya hücum etməyə belə cəhdələnməsin, bunu heç ağlından gətirilməsin. Yəni, bu proseslər təsadüfi deyil. Bu proseslər təsadüfi deyil. Ona görə də mən düşünürəm ki, Avropa deməli, siyasi sammitində müzakirə olan məsələlər məhz bu mövzuya odaqlanmışdı, fokuslanmışdı və bu təhlükəsizlik deməli, çətrinin necə qurulacağı, Avropanın burada hansı adımlar atacağı kifayət qədər müzakirə olunur. Üçüncü, isə belə diqqət cəlb edən məsələ, Elçin müəllim, indi artıq bilirsiniz ki, müharibələr təkcə hərbi sahədə baş vermir. Müharibələr informasiya müharibəsi, hibrid müharibə və digər sahələrdə olan müharibə, bugün real enerji sahəsində olan müharibə artıq biz bunu görürük və bunu etiraf etməliyik. Eyni zamanda bu enerji müharibəsində yaxud da enerji təhlükəsizliyində Azərbaycanın rolu nə qədər qabarıq şəkildə bugün Avropa tərəfindən hiss olunduğu qiymətləridir. Bu da əlbəttə ki, xüsusi olaraq müzakirə olunmalıdır. Amma bugün Avropa siyasi sammitində bir məsələ bir daha qeyd olundu ki, biz təkcə hərb sahəsində deyil, eyni zamanda Rusiyanın həyata keçirdiyi
və Çinin və digər ölkələr həyata keçirdiyi hibrid müharibəyə də hazır olmalıdır. Və Moldova burada çox canlı bir misal olarak qeyd olundu ki, məhz Moldovanın son seçkilərində Rusiya milyonlarla evro xərcləyərək orada həm təhsil imkanlarını genişləndirməyə gətirmiş, həm orada deməli hesablar yaratmış, xüsusən TikTok vasitəsilə çoxlu sayıda minlərlə hesab yaradaraq məhz Moldovanın ictimai siyasi mühitinə təsir etməyə, seçkilərin məhz istədiyi namizədə xeyrinə saxtalaşdırmağa cəhd etmişdir. Azay müəllim, üzr istəyirəm, çox üzr istəyirəm. Dünən bizim bu mövzuda verilişimiz olanda Komratdan, yəni Qaqavuz parlamentinin üzvü, millət vəkili qoşulmuşdu, həm də Qaqavuziya Xalq Partiyasının sədri. O, oradakı mənzərəni o qədər detallı çatdırdı ki, bax, siz dediyiniz o məsələ sosial şəbəkə üzərində çox qəribədir ki, gənclərlə yox, yaşlılarla işləməyin qaydasını tərtib ediblər və sosial şəbəkədə biz bilirik ki, gənclər seçməyi bacarır xəbərdən, Dezodan və digər yerdən. Amma bir orta nəslin nümayəndəsi, yaşlı nəslin nümayəndəsi o qədər bu texnologiyalardan xəbəri yoxdur. Gələn informasiyanı həqiqət kimi qəbul edir. Onun fake və yaxud da olma. Və bu daha da onlara təsir etdiyini qeyd elədi və çox dəqiq ifadə elədiniz ki, burada çox böyük vəsait xərclənmişdir və Avropa tərəfi də bax, bundan qorumaq üçün hətta observatoriya qurdu orada. Buyurun Azay müəllim. Sadəcə bunu təsəvvür edin ki, Moldova bir məşq arenası idi. Rusiya ilə Avropanın məhz bu hibrid müharibəsindən, bu informasiya müharibəsindən, bu kiber deməli, təhlükəsizliyinə necə çıxacaqdır? Və siz yəqin ki, xanım Sandunun verdiyi bəyanatı dinlədiniz. O dedi ki, çox çətinliklə biz qol öhdəsindən gəldik. Hətta son 2 gündə biz bütün bu şəbəkəni ifşa etməyə nail olduq və Avropalı təbii ki, həmkarlar, Avropa dövlətləri də bu məsələdə köməklik etdilər. İndi təsəvvür edin ki, əgər Rusiya Moldovada bu çevrilişə nail olsaydı, artıq ciddi şəkildə digər ölkələr üçün, postsovet ölkələr üçün də bir təhdid oluşdura bilərdi. Ona görə də mən çox xüsusi olaraq bu mövzunu əhəmiyyətini qeyd etmək istərdim ki, Moldova məhz bu sınaqdan çıxdı və bugün həmin o kiber təhlükəsizliyinin təmin olmasında, hibrid müharibəsinin Rusiya həyata keçirdiyi bu müharibənin qarşısının almasında mən hesab edirəm ki, tarixi uğura imza atdı. Və bir məsələ də var Azay müəllim, üzr istəyirəm, Gürcüstanda sanki əli yanan Avropa Moldovada bu səhvləri buraxmadı. Gürcüstanda əgər küçə və meydan hərəkatına üstünlük verdisə, gördü artıq o metodlar işləmir və Z nəsli daha çox sosial media meydanından istifadə edir. Və bu mənada Avropada bax, bu qaydaları dəyişdi və siz demişkən Moldovada uğur qazandı. Buyurun. Bilirsiniz, bir də yeri gəlmişlər Gürcüstanla da bağlı demək lazımdır. Bilirsiniz ki, Gürcüstan əvvəllər bu cür platformalarda tamamilə sıxışdırılmış bir vəziyyətləri, bəzən dəvət olunmurdu. Və sizin dediğiniz sözün məntiqinə gəlmək istəyirəm ki, artıq Avropada başa düşdü ki, bu təzyiq üsulu ilə, bu zorla öz iradəni sırma üsulu ilə sən bu qanunu dəyişdirməlisən, sən bu vaxtı seçib keçirməlisən, ritorikası ilə dövlətləri Avropanın birliyini təmin etmək olmaz. Dövlətləri məhz bu təhlükəsizlik çətiri altında birləşdirmək olmaz və siz fikir verirsə bu dəfə Gürcüstanın baş nazirinin rəhbərliyi etdiyi heyət orada iştirak eləmişdi və heç bir insident baş vermədən çox normal diyalog keçirirdi. Bu da bir növbəti bir hesab edilən bizim gəldiyimiz nəticədir ki, artıq Avropa bütövlükdə reallığı çox ciddi şəkildə dərk etməkdədir. Bir də Avropa siyasi cəmiyyətinin birliyinin gəldiyi bir nəticəni istərdim bölüşəm. Bu da ondan ibarətdir ki, artıq onları belə bir rəy formalaşıb, bunu açıq şəkildə qeyd etdilər ki, Rusiya strateji məğlubiyyətə düşər olubdur. Rusiyanın bu hərbi əməliyyatların, bunu hərbi əməliyyat deyirlər, müharibənin başlayan zaman 3 hədəfi var idi. Qısa müddətdə Ukraynanı tam işğal etmək, Kiyevdə hakimiyyət dəyişikliyə nail olmaq və bir də Avropanın və NATO-nun parçalanmasını həyata keçirmək. Və son 4 il yaxın bir müddətdə keçməsinə baxmayaraq, heç bir halda bu niyyətlərinə Rusiya nail olmadı və əksinə Finlandiya və İsveç gəlib NATO-nun üzvü oldular. Baxmayaraq ki, Rusiyanın ən böyük qorxusu oydu ki, NATO Rusiyanın deməli sərhədlərinə yaxınlaşması. Yəni, bu da strateji baxımdan əlbəttə Rusiyanın deməli məğlubiyyəti kimi qeyd edilir. Yəni, bütün bunları biz ümumiləşdirsək, gəlir ki, sonuncu sualın sonuncu hissəsində Azərbaycan, burada Azərbaycan mövqeyinə. Biz belə bir təəssürat yaradır ki, artıq Avropa sözünün əsl mənasında
bəyanatlardan, sözdən ciddi şəkildə əmələ keçmək istəyir və artıq yenə deyirəm, son duran hadisələrdən sonra Avropa hiss etdi ki, doğrudan da təhlükə realdır. Təhlükə elə belə sadəcə ritorika deyil. Yəni bugün Ukraynaya verilən dəstəyin dəfələ artırılması və bəyan edilməsi ki, biz bugün Ukrayna bizim hüquqlarımızı qoruyur və Ukrayna bizim bugün müharibənin necə deyərlər, ön cəhbəsidir. Bu artıq həqiqət olaraq bir də təsbit olunur. Ona görə də burada siz fikir versiniz, Azərbaycanın da rolu, Azərbaycanın bu prosesdə roluna böyük diqqət göstərildi və xüsusilə təqdim olunmalıdır ki, artıq Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflarından sonra bilirsiniz ki, Azərbaycanın yanaşması bölgəyə, xüsusilə kommunikasiyanın açılması, nəqliyyat bağlantılarının geniş formada işə düşməsindən bağlı yeni perspektivlər açılır. Siz əgər Avropa Şurası İttifaqının, yaxud da Avropa İttifaqı Şurasının prezidentinin, yaxud da Avropa Komissiyası prezidentinin, Cənab Prezident görüşünün siz məzmununa baxsaq, görərsiniz ki, bir tərəfdən bu sülh deməli, anlaşması alqışlanır, təbrik edir Cənab Prezident, eyni zamanda bağlantılar mövzusunda nə qədər deməli, ümidvar olduğunu bildirirlər və əlbəttə ki, biz də gözləyirik ki, Avropa İttifaqı doğrudan da konstruktiv rol oynasın. Əlbəttə, burada siz enerji məsələsində toxundunuz. Bəli, Azərbaycan bugün açar ölkədə Avropa enerji təhlükəsidir. Bəlkə mən təsadüfən demədim ki, təhlükəsizlik təkcə hərbi sahədə təmin olunmur. Enerji sahəsində təhlükəsizlik bugün həyati əhəmiyyət daşıyır. Ona görə də bugün Azərbaycan 10 Avropa ölkəsinə, o cümlədən 8 Avropa İttifaqı ölkəsinə enerji deməli, nəql etməsi, onu təbii qazı təmin etməsi böyük bir hadisədir. Və siz burada Türkiyənin Enerji Nazirinin verdiyi bəyanatına toxundunuz. Mən hesab edirəm, çox aktual məsələdir. Bəli, onlar bizdən təbii qazın artırılmasını istəyirlər. Azərbaycanda 2027-ci ilə qədər bu hasilatı, yəni bu nəqli 2 dəfəyə qədər 20 milyard deməli, kubmetrə qədər artırılmasından üzərinə götürdük və bu sahədə xeyli deməli, nəticələri var. Amma sərmayə qoymaq istəmirlər. Sərmayə ehtiyac var. Bəli, var. Avropa doğrudan da riyakarlıq etməməlidir. Və bugün özünün asılı olduğu bu məsələyə ciddi şəkildə investisiya ayrılmalıdır. Mənə belə gəlir ki, biz bunu həm parlament olaraq, həm ictimai nümayəndə olaraq daimi səsləndirməliyik. Avropa İttifaqı ölkələrinin bu məsələdə üzərinə düşən məsuliyyətini təbii ki, xatırlatmalıyıq. O ki, qaldı Azərbaycanın digər sahədə olan görüşlərdə, xüsusilə Fransanı qeyd etdiniz. Doğrudan da bu çox maraqlı bir görüş oldu və siz əgər fikir versəniz, Emmanuel Macron nə qədər böyük istəklə, səmimiyyətlə Cənab Prezidentlə görüşdü, hətta onu belə deyək də salamlayarkən ondan qucaqlaşdı və siz dediyiniz kimi məhz bu görüşün Fransanın xahişi ilə həyata keçirilməsi də və o cümlədən görüşün bu qədər Fransa tərəfindən belə deyək, gözlənilən yaxud da isti atmosferdə keçməsində tək səbəb bilirsiniz nədir? Azərbaycanın ciddi və qətiyyətli siyasəti, Azərbaycan indiyə qədər Fransanın təzyiqlərinə boyun əyməməsi, əksinə Fransa üçün nə qədər ciddi belə də problem yarana biləcək, Fransanın bugün yol verdiyi, beynəlxalq sahədə yol verdiyi cinayətləri necə ifşa edə biləcəyini göstərməsi artıq Fransa üçün, Macron üçün bir dərs oldu. Və indi Ermənistan və Azərbaycan arasında münasibətlərin müəyyən mənada tənzimlənməsindən sonra artıq Fransa başa düşdü ki, nə qədər böyük səhvə yol verildi və vaxtı itirmədən dərhal Azərbaycanla münasibətləri normallaşdırmalıdır, Azərbaycan münasibətləri tənzimlənməlidir. Ona görə də mən hesab edirəm ki, bu Azərbaycanın diplomatik qələbəsidir. Bu Prezident İlham Əliyevin bütövlükdə həyata keçirdiyi siyasətin təntənəsidir, mənəvi uğurudur. Çünki biz bilirsiniz ki, heç vaxt Fransa ilə münasibətlərin korlanmasına maraqlı olmamışıq. Bu münasibətləri korlayan Fransa olubdur. Bu münasibətlər Ermənistanın maraqlarını əsaslı şəkildə, qeyri-ədalətli şəkildə müdafiə etməklə, Azərbaycanı gözardı etməklə, Azərbaycanın regionda rolunu heçə saymaqla Fransa korlanmışdı. İndi Fransa necə ki, münasibətlər korlanmışdı, indi geri qaydaraq yenə də böyük bir cəmfəşanlıqla Azərbaycanın münasibətləri bərpa etmək istəyir, təmir etmək istəyir. Bir sualım yaranıb. Mən istəyirəm Azay müəllimə bir məsələni də soruşum. Biz bayaqdan söylədik və
bir nümunə var da, yəni Azərbaycan-İtaliya nümunəsi var münasibətlərdə. Bir də pis nümunə kimi siz bir Fransanı çəkdiniz. Mən istəyərdim bu siyahıda tutaq ki, Belçikanı da göstərin. Belçikanın ümumiyyətlə Azərbaycana münasibətlərində ikili standartlar məsələsini. Elə heç Niderland da o tərəfə getmir. Heç dala qalmır. Niderland da o tərəfə getmir. Mən dünən o görüşün şəklinə də baxdım. Niderlandın lideri elə durmuşdu ki, elə heç bir günahı yox idi. Amma halbuki Azərbaycana qarşı bir çox məqamlarda açıq haqsızlıqlar edildi. Parlament ümumiyyətlə. Bəli. Və eyni zamanda bir nümunədə var. O həmişə mənə maraqlı gəlir. Ümumiyyətlə o ölkə mənim üçün maraqlıdır. Polşada çox qəribə bir münasibətlər var. Yəni Polşanın baş naziri, faktik ölkəni idarə edən şəxsin Azərbaycanla münasibətləri sağlam, normal qurmağa cəhd eləsə də, prezident gedir Zəngəzurda binokulla baxır. Nə axtarır, mən bilmirəm. Ümumiyyətlə o Polşa burada hansı mövqeyə oynamaq istəyir? İndi aydındır ki, Avropanın bir çox qeyri-hökumət təşkilatlarının və s. maliyyələşməsi və Ermənistanın da onun yeni bazası, yəni Gürcüstandan çıxan o QHT sektorunun orada yerləşməsi kimi məsələlər ola bilər. Amma bunun üçün də Polşa prezidenti niyə gedir ki, Zəngəzurda binokulla baxmağa? Polşanın sərhədində baxılmalı, Rusiya ilə xüsusilə sərhəd məsələsində, Rusiyadan gələn təhdid məsələsində daha dəqiq desək, baxılmalı çox yerlər var, ora baxsın. Buyurun. Siz köhnə bir faktı xatırlatdınız. Polşa prezidentinin Ermənistan səfər çərçivəsində gəlib o uzaqdan binokul diplomatiyası bir deyildiğine rişxətlə. Buna qoşulması əlbəttə ki, Polşa adına böyük bir biabırçılıq idi. Çünki Polşanın prezidentinin gəlib Ermənistanın və Fransanın bu ucuz propagandasına alət olmağı bir dövlət başçısı adına açığı deyim ki, yumuşaq desək, yaraşır bir hal deyil və Azərbaycan da bilsin ki, dərhal ona adekvat reaksiyası oldu və onu pislədi. O, təbii ki, o vaxtki ictimai siyasi qurumun, belə deyək, diktə etdiyi yaxud da o propagandanın təsir altına düşmə, mən deyərdim ki, vəziyyətini özündə əks etdirildi. Burada Fransanın da əlbəttə ki, mənfi rolunu qeyd etmək lazımdır. Burada o vaxtı siz də qeyd etdiniz, o Borel'in ritorikasının Azərbaycana qarşı nə qədər qeyri-adekvat, ədalətsiz və mən deyərdim ki, biraz da ikra doğru olmasının da rolunu qeyd etmək lazımdır. Amma bilirsiniz, Azərbaycan elə bir siyasi həyata keçirdi ki, Azərbaycan təkcə məhz bu binokulla bağlı, binokul diplomatiyasından bağlı olan bu gülünç vəziyyəti aradan qaldırmadı. Dövlükdə həm həyata keçirdiyi o Qarabağda antiterror əməliyyatından sonraki olan vəziyyət, eyni zamanda Avqust 8-də olan durumdan sonraki artıq geosiyasi vəziyyət tamamilə dəyişdi və Azərbaycanın regiondakı rolu tamamilə fərqli bir mərhələyə, inkişaf mərhələsinə qədər qoydu. Onda bütün hər şey öz yerini tutdu. Və indi mən əminəm ki, Polşanın prezidenti bu addımına görə çox ciddi peşmançılıq işi keçirdi. Çünki, yenə deyirəm, çox ucuz bir şounun bir növ alətinə çevrildi. Elə Fransadan bayaq danışdıq, Fransanın prezidenti indi hansı vəziyyətdədir? Macron son illər qədər Azərbaycanın hansı dildə danışırdı, hansı ultimatumlar verməyə cəhd edir? Müharibə vaxtı Cənab Prezident bunu dəfələrlə qeyd etdiyini bir çox şeylər təbii ki, açıqlanmır. Özünü hansı formada belə deyəkdən aparmışdı və hansı təhdidlərə yol verildi və axırda hansı vəziyyətə düşdü. Yəni, o düşünürdü ki, Azərbaycan o ölkədir ki, onun baskı dilindən, təzyiqindən danışdı olur. Amma gördük, xeyr. İndi, bəyə qeyd etdim, Macronun gəlib Cənab İlham Əliyevlə görüşməsi və bu görüşün bu formada təşkil etməsi bizi də göstərir. O göstərir ki, İlham Əliyev hər yerdə qalib gəldi. Macron'a da qalib gəldi. Macron'a da o siyasətini qəbul elətdirdi. İndi Macron gəlib münasibətlərin düzəlməsindən xəbər verir. Bilirsiniz, Elçinlə bizim həmkarlar da danışdı, siz də qeyd etdiniz. Avropa İttifaqı və Avropa Siyasi Birliyi. Avropa İttifaqının təbii ki, öz ənənəsi var. Nə qədər biz desək də orada degradasiya proseslərinin baş verməsini qeyd etsək də, amma bu bir reallıqdır ki, Avropa iqtisadi məkan olaraq çox güclü ölçəklərə malikdir. Amma Avropa Siyasi Birliyinə üzvə ölkələrin bir siyasətinə baxsaq, orada görək ki, yeganə Azərbaycandır ki, yeganə Türkiyədir ki, bugün konkret instrumentlərlə, konkret mexanizmlərlə bu birliyə töhfə verə bilirlər. Hansı ölkə töhfə verərlər?
Bugün Azərbaycan əli boş getməmişdi bu birliyə. Bugün Azərbaycanla olan görüşlərin, Ermənistanla görüşün nə mənası var? Gürcüstanla görüşün nə mənası var? Yaxud da Balkan ölkələrində olan görüşlərin nə mənası var? Hamısı ya pul istəyəcəkdir, ya nə bilim siyasi dəstək istəyəcəkdir, ya nə istəyəcəkdir. Amma Azərbaycan nə pul istəyir, nə siyasi dəstək istəyir, nə təhlükəsizlik mexanizmi istəyir Avropada. Əksinə, bugün Azərbaycan Avropanın təhlükəsizliyinə töhfə verir. Ona görə Azərbaycan bugün tələb olunan, arzu olunan bir partnyordur. Azərbaycan bugün öz təhlükəsizliyini çox ciddi şəkildə Cənubi Qafqazda qura bilibdir. Bugün artıq Azərbaycanın təhlükəsizliyini təhdid edəcək hər hansı bir real güc mövcud deyildir. Təbii ki, indi geosiyasi digər məsələləri biz nəzərə almasaq, bugün Azərbaycan kifayət qədər özünün təhlükəsini təmin etmək gücündə olan bir ölkədir. Azərbaycan bugün iqtisadi müstəqilliyi təmin edən ölkədir. Bugün Azərbaycan enerji müstəqilliyi təmin edən ölkədir. Bugün Azərbaycan Avropanın məhz bugün indiki fondu nəzərə alsaq ki, artıq ABŞ məsələni qəti qoyub ki, Rusiyanın enerji asıllığına son qoymaq lazım. Avropa Rusiyanın enerjisindən, təbii qazından və neftindən imtina etməlidir. İmtina etməsə bunun ağır bədəli olacaq. Yeganə mənbələrdə bir Azərbaycan bugün məzhəbinin boşluğunu doldurmağa qadirdir. Siz İtaliyadan danışdınız. İtalyan-Azərbaycan münasibətləri niyə bugün sağlam olubdur? Çünki rasional burada düşüncə var. Çünki bugün İtaliyanın neft təchizatında Azərbaycan birinci yerdədir. Təbii qaz təchizatında ikinci yerdədir. Bugün bəlkə qeyd etdik, 8 Avropa İttifaqından biz olan ölkənin Azərbaycan bugün təbii qazını təmin edir. Siz Serbiya prezidentinin açıqlamasına qulaq asdınızmı? Dedi, İlham Əliyev ilin prezidentidir. 2025-ci ilin prezidenti adına layiq tək prezident var, o da Azərbaycan prezidenti Cənab İlham Əliyevdir. Bu elə belə xoş sözlər deyil. Bunun əsasları var. Bunun ən böyük əsaslarının biri budur ki, bugün İlham Əliyev legioner liderdir ki, məhz müharibədə qazandığı nəticəni diplomatiyada qazandı, sülhü də qazandı. Bugün Avropada etibarlı tərəfdaşı çevrildi, dünyanın etibarlı tərəfdaşı olan ölkələrdən biridir. Bugün qlobal onun üçün çevrilibdir. BMT-də təhlükəsizlik deməli Bərpaş Assambleyada etdiyi çıxışı siz baxın, dünya ictimaiyyəti bunu necə deməli qəbul etdi, necə bunu qiymətləndirdi. Ona görə də artıq vəziyyət çox sürətlə dəyişir. Burada qeyd olundu. Mən o fikirdəyim ki, Rusiyanın atdığı son addımlar Avropanın dağılmasına deyil, onun birləşməsinə xidmət etdi. Mən düşünürəm ki, bugün Rusiyanın Ukraynaya bu cür müdaxiləsi və işğal siyasəti NATO'nun daha da möhkəmləndirdi və NATO'nun bugün üzv ölkənin ödədiyi deməli, üzvlük haqqının 2%-dən, ümumi daxili məhsulun 2%-dən 5%-dən qalxmasında təkcə Trump'ın rolu olmadı, həm də Rusiyadan gələn təhdidin rolu oldu. Ona görə biz yeni bir düzənə hazır olmayın. Çünki dünyada baş verən çox ciddi geosiyasi dəyişikliklər bugün hamımızın gözü qarşısında baş verir. Mən bir daha o Trump'ın verdiyi qərara qayıtmaq istəyirəm ki, o təsadüfən Müdafiə Nazirliyini Müharibə Nazirliyi adlandırmadı. Təsadüfən müharibəyə hazır olmalı əmri verilmədi. Və bunları hesablamaları var. Bugün bir çox senarilər masada var. Burada təkcə Rusiya faktoru deyil, burada Çin faktoru da var, başqa faktorlar da var. Ona görə də bu baş verən, bu mən deyərdim, geosiyasi bəzən turbulanslı durumda Azərbaycan nə etməlidir? Azərbaycan hansı tədbirlər görməlidir? Bugün bu çox aktual sualdır və bugün biz çox sevinirik ki, və dövlətimizin apardığı bu siyasət həm ayrı dövlətlərlə bizim müttəfiqlik münasibətlərimizi daha da möhkəmləndirir. Həm Azərbaycanın sənaye potensialını, enerji potensialını, eyni zamanda hərbi müdafiə potensialını artırır. Baxın, həm Serbiyanın bizim bugün biz mətbuata çox açıqlanmır. Çox böyük bizim hərbi müdafiə sahəsində əməkdaşlığımız var. Azərbaycan bugün öz hərbi sənayesini, baxmayaraq ki, Ermənistanla münasibətlər həll olundu. Biz Ermənistanla artıq təhdid görmürük. Amma Ermənistanla məsələ bitmir. Azərbaycan elə bir gücdə olmalıdır ki, bugün bölgədə baş verə biləcək bütün proseslərdə kimisə arxasından sürülən bir ölkə yox, məhz masada bir tərəf müqabil kimi əyləşə biləcək güclü olan bir ölkə olsun, belə də ki var. Ona görə də bu Trump marşrutundan biz danışırıq, Zəngəzur dəhlizindən danışırıq. Bu o qədər böyük geosiyasi bir hadisədir, geoiqtisadi bir hadisədir. Burada təkcə enerji dəhlizindən söhbət getmir. Burada eyni zamanda fibro optik çəkilişindən, Avropanın Asiyanın birləşən internet şəbəkəsindən,
enerji marşrutlarına yanaşı bir çox yükdaşımalar da var. Burada qeyd etdi bizim həmkarlarımız. Azər mənim də rəqəmləri qeyd etdi. Bəli, bugün Azərbaycanın orta dəhlizdə oynadığı rol və bugün orta dəhlizdə Ələt Ticarət Beynəlxalq Mərkəzinin ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması çox böyük bir hadisədir. Və bugün Çinin Avropa ilə, ümumiyyətlə Asiyanın Avropa ilə birləşməsində, onların ticarət əlaqəsinin qurulmasında Azərbaycan böyük bir imkana malikdir. Bugün Süveyş kanalında baş verən hadisələr yəqin son illərdə biz bunu bilirik. Artıq bu marşrut özünün etibarlılığını kifayət qədər zədələyib. Bugün Şimal marşrutu ilə vəziyyətləri bilir Rusiya-Ukrayna müharibəsindən. Yəni ona görə də bəli, bugün Araz marşrutda işləyəcək, bugün Zəngəzur marşrutda işləyəcək, bugün Bakı Tbilisi qaz dəhlizi də işləyəcək. Çünki bunda böyük bir ehtiyac var. Və burada siz dünən yəqin fikir verdiniz, Rusiyanın prezidenti Valday forumunda çıxış etdi. Dedi bizim bugün Hindistanla çox böyük əməkdaşlıq imkanlarımız var. Bugün Hindistanla səfərin özü dedi, bizim ticarət dövriyyəmiz 67 milyar dollardır. Belarusla müqayisə etdi ki, Belarusun 10 milyon əhalisi var, onunla 50 milyar dollardır, amma Hindistanın 1,5 milyar əhalisi var, amma 67 milyar dollardır. Və əsas diqqəti nəyə gətirdi? Logistika məsələsində. Marşrut məsələsi. Bu nədir? Bu cənub Şimal marşrutudur. Ona görə Rusiya bugün Azərbaycanın siyasətini tamamilə dəyişməlidir. Əgər doğrudan da bugün o Hindistanla əlaqəni qurmaq istəyirsə, həmin logistikadan istifadə etmək istəyirsə və ticarət dövriyyəsini artırmaq istəyirsə, bugün məhz Şimal-Cənub marşrutunda açan ölkə olan Azərbaycanın münasibətini dəyişməlidir. Ona görə də Bəli, sözsüz bu münasibətlər